adlar üzərində fokuslanır və yekunda komandada fikir ayrılığı yaranır, hərc-mərci futbolçuların belə deyək, ağlı fərqli istiqamətlərə yönəlir, düşüncələri dəyişir. Amma bunu mental olaraq futbolçulara yeritməyiniz, azarkeşləri birləşdirməyiniz həqiqətən mən şəxsi fikrimdə təqdirə layiqdir. Allah razı olsun. İnan mənə bəzi məsələlər var, sadəcə mən həmişə o sözü deyirəm, o mənim sözüm deyil, sadəcə sələflərin sözüdür. Bir şey yaşamalısan ki, onu yaşatdırasan. Yəni, mən həmişə də, belə deyim, ola bilər rəhbərliyə cüzi şəkildə də əks getsəm, həmişə futbolçunun tərəfində olmuşam. Çünki mən bilirəm ki, o meydançada vuruşan həmin o futbolçudur. O xalları verən futbolçudur. Əlbəttə ki, rəhbərlik hər yerdə sağ olsun ki, dəstək olur, yardım eləyir hər bir şeydə. Amma mənə elə gəlir ki, rəhbərlər də başa düşməlidir ki, bəzən kompromisə getmək lazımdır. Çünki bu insan faktorudur. Hamımız səhv eləyə bilərik, hamımız... Mən Araz Naxçıvanda qışdan sonra bəzi şeylər var idi ki, mən də sonradan səhv elədiyimi bildim. Yəni, ilk olaraq bəlkə də onu nəzərə almırdım. Amma bugün elə o Araz Naxçıvan rəhbərliyi ilə də yaxşı münasibətlərimiz var. Elə deyək ki, Kəpəzlə də yaxşı ayrıldım. Yəni, ümumilikdə götürəndə mənə elə gəlir ki, hamı bir-birinə nəticə üçün, uğur üçün haradasa bir addım atmalıdır, geriyə addım atmalıdır. Yəni, bir insanın geriyə addım atması onun uduzmaqsı demək deyil. Bir addım geri atmaq mənə elə gəlir ki, bir insanın böyüklüyüdür. Bu arada Fərhad Məhərrəmov yazır, Azər Hoca sizi salamlayır. Salamlayır. Nurani Amirov, Rumıniya çempionatında tutuna bilməyən oyuncular gəlirlər Azərbaycan çempionatına yaxşı oyuncu olsaydı orada qalardı. Artıq pessimist fikirlər də var. Abbaszadə Xatir Bafetimi Gomis necə də bənzədi, David Tavareşi deyir. Və hoca olmalıdır da.